qurumlar tədqiqat aparılacağına söz verirlər. Masallının Xanalyon kənd sakinləri kənd qəbirstanlığının ərazisindən, həmçinin həyətlərdə qazıntı işi apararkən aşkarladıqları müxtəlif fiqurlu və əmək alətlərini xatırladan daşlardan çoxunu bir araya toplayıblar. Sakinlər ilk baxışdan əl əməyinin məhsulu olduğu görünən bu daşların zəngin tarixi keçmişimizin bir parçası olduğuna inanırlar. Öz həyətimdə burada, bağımda bir hovuz qazmaq istirdim. 2 metrəyə yaxın qazanda artıq orada müxtəlif növ daşlar gördüm. Təbiət belə bir daşı öz-özünə yarada bilməz. Oyma nişanəsidir. İnsana oxşamış daşlar var orada. Taxıl dövmək üçün daşlar var. Ayaq iz olan daşlar var orada. Həqiqətən görürsən, insan əlləri dəyib buna. Kənd sakinləri bildirir ki, xanın yaşadığı yer anlamını verən Xanalyon kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskunlaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. Elə aşkarlanan daşlar da bu anlama gəlir. Hələ ki bu daşlarla maraqlanan və ya onların yaşını araşdırmağa təşəbbüs göstərən olmayıb. Çoxlu daşlar, məsələn, cürbəcür əmək alatları rast gəlib qədim adamlara. Bunlar bilməyiblər bunlar nədir. Həqiqətən bu daşların araşdırmaya həm kəndin ehtiyacı var, həm də tarixçilərin buna ehtiyacı var. Lakin deyəsən bu daşların həqiqi tarixi yaşının dəqiqləşdirilməsinə az qalıb. Arxeologiya və Etnografiya İnstitutu Cənub bölgəsi rayonlarında tədqiqat işlərini mərhələli şəkildə davam etdirir. Hazırda Cənub bölgəsində, Leriş rayonunda, Cəllabad rayonunda, Masallı və Yardımlı rayonları arasında arxeoloji tədqiqat işlərinə başlanılmışdır. Yəqin ki, araşdırmalardan sonra tapılan bu daşların da kəndin də tarixinin dəqiq yaşı məlum olacaq. Məhəmməd Rzayev, Elşən Əhmədov, Masallı. Formula 1 yarışları üzrə Avropa Grand Prix çərçivəsində keçiriləcək konsert proqramı açıqlanıb. İyunun 17-sindən 19-nədək 3 gün ərzində dünya şöhrətli